Haralara getsəm də belə mən öz vətənimi, yurdumu, kəndimi heç vaxt unuda bilmirəm, ata bilmirəm. Şeirlərimin bir 90%'ni mən kənddə yazmışam. Yəni bəlkə də başqa yerdə mənə belə tab gəlmir, ilham gəlmir. Çünki burada dünyaya göz açmışam. Bəli, bura Alazapin kəndidir. Bu ağaclar meyve ağaclarıdır. Bəli, mənim bağım deyil. Və bu alça ağacıdır, gördüğünüz bu ağac. Bunu şahid Ragim Hadiyev bunu calaq edib. Bu calaq edilmiş alça ağacıdır. Bu illəri çox məhsul, çox az gətirib. İri alçalardan olur. İndi onu yaxından çəkib sizə göstərəcəyim. Bəli, budur. Alça ara sıra görünür. Bəli, Allah rəhmət eləsin bizim şahid balamıza. Yəni kimlər ki yeyir bu 6 il ərzində, hamı ona Allah rəhmət eləsin, Allah rəhmət eləsin deyir, ehsanatı olsun deyir. Və yaxşılıq budur. Yaxşılıq budur. İnsan həyatda bu cür yaxşılıq qazanır. Şair Ölməz yazır ki, yaddaş demə hər yaddaşa, mən heyranam zər yaddaşa. Pislik etmə, pis əməldir. Pislik etmə, şər əməldir. Yaxşılıq et, ver yaddaşa. Bəli, Allah rəhmət eləsin Ragim Hadiyevə. Belə-belə yaxşılıqları, ehsanatları çox olub, yadigarları çoxdur. Bizim öz bağımızda da, öz bağında da, qonşu bağlarda da. Bu bağ isə yəni vaxtilə tutmuşdu, kəpər içində idi. İndi açıb, yəni bütün gələnlər, gedənlər yəni istifadə edir. Hamısı alma ağaclarıdır. Bütün 1, 2, 3 alma ağacıdır. O əzgil ağacıdır, o alça ağacı. Onlar qoz ağaclarıdır və bu da alma ağacı. Bu da alça ağacı. Aşağıda da o da alma ağacı. Bəli. Yəni hər növ ağaclar var. Budur, bu da Alazapin kəndinin gözəlliyi. Allah hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirəm. Diqqət ayırı bu videoya baxdığınız üçün. Var olasınız. Sizinlə mən idim. Hidayət Ölməz.